Ət-Tövbə Tövbə surəsi Mədinədə nazil olmuşdur. 129 ayədir. Bu ayələr Allah və onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-i peyman bağladığınız kəslərə nifrət və onlarla olan əhd-i peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması bildirişidir. Odur ki, ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra 4 ay yeryüzündə azad gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Onun çəngindən yaxanızı qurtara bilməzsiniz və Allah kafirləri xar edəndir. Həmçinin bu ayələr Allah və onun Peyğəmbəri tərəfindən bütün insanlara böyük həcc günündə, Qurban bayramı günü, yaxud hicrətin 9-cu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü bir bildirişdir ki, Allah və onun Peyğəmbəri müşriklərdən uzaqdılar, onlarla heç bir əhd-i peymanları yoxdur. Buna görə də ey müşriklər, əgər tövbə etsəniz və İslamı qəbul etsəniz, sizin üçün daha yaxşıdır. Və əgər üz döndərsəniz, bilin ki, siz nə mübarizə etmək və nə də qaçmaqla Allahı aciz qoya bilməzsiniz. Ey Peyğəmbər, kafirlərə ağrılı bir əzabla müjdə ver. Müşriklərdən əhd-i peyman bağladığınız, sonra sizdən, sizinlə olan əhdlərindən bir şey əskiltməyən və düşmənlərinizdən sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadılar. Beləliklə, onların əhd-i peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən, Allah pəhrizkarları sevir. Beləliklə, elə ki haram aylar, verilmiş möhlət və döyüşməyin haram olduğu 4 ay sona çatdı, müşrikləri harda görsəniz, istər hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların puskusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır. Əgər təqib edilən müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədilər. Məscid-ül Həramın yanında əhd-i peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və onun Peyğəmbərinin yanında necə əhd-i peymanları ola bilər? Buna görə də, nə qədər ki onlar Məscid-ül Həramın yanında əhd-i peyman bağladığınız müşriklər sizinlə olan əhdlərində möhkəm durublar, siz də onlarla olan əhdlərinizdə möhkəm durun ki, həqiqətən Allah pəhrizkarları sevir. Bəli, onların əhdlərinə necə etimad bəslənə bilər? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki ürəkləri imtina edir. Onların çoxu Allaha və vicdanlarına qarşı itaətsizdirlər. Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər. Peyğəmbəri və onun kitabını inkar etməklə
məqam və dünya əldə etdilər. Beləliklə, insanları onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir. Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik. Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə bu küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur. Yoxsa siz öz anlarını pozmuş, Allahın Peyğəmbərini Məkkədən çıxarmaq qərarına gəlmiş və sizinlə müharibəyə ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız. Yoxsa onlardan qorxursuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir. Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən, müşriklərdən yaralı olan dəstənin ürəklərinə şəfa versin. Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir. Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda, onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza buraxılacağınızı zənn edirsiniz. Allah əməllərinizdən xəbərdardır. Müşriklərə öz küfrlərinə şahid olduqları halda, küfrlə şirk, tövhidlə bağlı əməllərə zidd olduğu üçün, Allahın məscidlərini abadlaşdırmaq, tikməkdən tutmuş digər bəzək işlərinə kimi yaraşmaz. Haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün xeyir əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar. Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və dini vəzifələrin yerinə yetirilməsində Allahdan başqa heç kəsdən qorxmayan şəxslər, maddi və mənəvi cəhətdən abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır. Yoxsa siz hacılara su verməyi və Məscid-ül-Həramı abadlaşdırmağı, Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxsin iman və əməli ilə bir tutursuz. Allah yanında bu ikisi əsla bir deyildir. Allah zalım dəstəni hidayət etməz. İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır. Rəbbi onları öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan cənnətlərlə müjdəliyir. Onlar orada həmişəlik olaraq əbədi qalacaqlar. Həqiqətən Allah yanında böyük bir mükafat vardır. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə,
dostluğu öz lazımı yerində sərf etmədikləri üçün onlar həmin zalimlardır. De, əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, insan cəmiyyətinin əsasını təşkil edən qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən, razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, onun Peyğəmbərindən və onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın öz əmrini, sizə əzab etmək əmrini verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz. Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü, sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən hadisə və əzabdan heç bir şeyi dəf etmədiyi və yeryüzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi. Sonra Allah öz Peyğəmbərinə və möminlərə öz xatircəmliyini məxsus vaxtlarda öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını nazil etdi. Sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası. Sonra onun həmin hadisənin ardınca Allah nəzərini kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır. Ey iman gətirənlər! Doğrudan da müşriklər murdardılar. Odur ki, bu ildən, Hicrətin 9-cu ili, Tövbə surəsinin nazil olduğu ildən sonra Məscid-ül Hərama yaxınlaşmamalıdırlar. Əgər onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir. Yəhudilər və xristiyanlar kimi səmavi kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, çünki onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir. Allahın və onun Peyğəmbərinin, Muhammedin sallallahu aleyhi və alihi və səlləmin Qur'anda, Musa və İsa'nın da əhd-i ətiq və əhd-i cədiddə şərab, donuz əti, rüşvət və sələm kimi haram buyurduğunu haram hesab etməyən və haqq dinə, İslama tabi olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə İslam hökumətinin hakimiyyəti altında cizyə ödeyincəyə qədər vuruşun. Yəhudilər dedilər, Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış Üzeyir Allahın oğludur. Və xaçpərəstlər dedilər, Məsih Allahın oğludur. Bu onların dilləri ilə dedikləri, həqiqəti və dəlili olmayan bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin, Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin sözlərinə oxşuyur. Allah öldürsün onları, necə və hara döndərilirlər. Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi əmrlərinə qeydsiz, şərtsiz itaat etmək baxımından Allahın yerinə tanrılar götürdülər. Halbuki onlara yalnız ondan başqa bir məbud olmayan
tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak və uzaqdır. Onlar sözləri ilə Allahın nurunu, onun dinini və kitabını söndürmək istəyirlər. Halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız öz nurunu, hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islah edicisinin gəlməsi ilə olsa da kamilləşdirmək istəyir. Öz peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət vasitələri və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən odur. Ey iman gətirənlər! Şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu, cəmaatın mallarını haqsız yerə, Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına yeyirlər və cəmaatı Allahın yolundan saxlayırlar. Kafirlərdən, yaxud müsəlmanlardan qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən, onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən kəslərin hamısını ağrılı bir əzabla müjdələ. O gün ki onlar, həmin qızıl-gümüş, cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq, onlara bu özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını deyiləcəkdir. Həqiqətən Allah yanında, onun əzəli elmi və lövh-i məvhuzunda, qəməri ayların sayı 12 aydır ki, onlar Allahın kitabında, yaradılış kitabı olan varlıq aləmində, göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır. Onlardan 4-ü Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram, möhtərəm aylardır və onlarda döyüş haramdır. Bu möhkəm və əbədi bir dindir. Dinin hökmüdür. Odur ki, bu aylarda onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə özünüzə zülm etməyin. Və döyüş zamanı müşriklər sizin hamınızla vuruşduqları kimi, siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah təhriskarlarladır. Həqiqətən haram ayları təxirə salmaq və onların yerlərini dəyişdirmək küfrü artırmaqdır. Etiqadı baxımdan küfr olmaqdan əlavə əməldə bidətdir ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar. Məsələn, bir Şaban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar. Və bir ildə 4 haram ay olsun, amma nəticədə Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz. Bu ayədən başlayaraq, daha 11 ayə Təbuk müharibəsinə və Rumlularla döyüşə aiddir. Ey iman gətirənlər! Sizə nə olub ki, Allah yolunda döyüş meydanına tərəf hərəkət edin deyildikdə ağırlaşaraq yerə yapışırsınız? Yoxsa axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə bilin ki, dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir. Əgər cihad meydanına tərəf hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək.
Siz ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir. Əgər ona, Peyğəmbərə kömək etməsəniz, şübhəsiz kafirlər onu 2 nəfərdən, Peyğəmbərlə Əbu Bəkirdən biri olaraq Məkkədən çıxardıqları zaman hər ikisi o mağarada, Məkkə yaxınlığındakı Saur mağarasında olduqları vaxt və o yanındakına qəm yemə, Allah mütləq bizimlədir dediyi zaman, Allah ona kömək etdiyi kimi yenə də kömək edəcəkdir. Beləliklə, Allah ona, Peyğəmbərə öz rahatlıq və xatircəmliyini nazil etdi. İslam müharibələrində onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün Allahın kəliməsidir. Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir. Allah yenilməz qüdrətli və hikmət sahibidir. Yüngül və ağır, süvari və piyada, yaxud cavan və qoca, cihad meydanına tərəf hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol, Təbük müharibəsinin döyüş meydanında hazır olmaq, onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki, əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq. Onlar özlərini küfr və yalanları ilə həlak edirlər və Allah onların yalançı olduqlarını bilir. Allah səni bağışlasın. Nə üçün doğruçuların halı sənə aydınlaşmamış və yalançıları tanımadan onlara döyüşə getməmək üçün izin verdin? Allaha və axirət gününə iman gətirənlər, malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izin istəmirlər. Çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izin istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil. Allah pəhrizkarları tanıyandır. Cihaddan yayınmaq üçün səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şək və tərəddüdə düşən kəslər izin istəyərlər. Onlar həmişə öz şək və tərəddüdlərində sərgərdandılar. Əgər onların cihad üçün çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların yola düşüb hərəkət etmələrini xoşlamırdı. Buna görə də köməyini əsirgəməklə onları saxladı və sanki onlara oturanlarla qadınlar, uşaqlar və acizlər kimi oturun deyildi. Əgər sizin aranızda döyüşə çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır. Həqiqətən onlar bundan əvvəl Ühud müharibəsində də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər. İslam ordusunu parçaladılar, cəmaatı döyüşdən soyutdular və sonda Ühud faciəsi baş verdi. Nəhayət, haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu, siz qalib gəldiniz. Onlardan bəzisi, mənə bu döyüşü tərk etməyə izin ver və məni fitnəyə, sənin əmrinə qarşı çıxmaq günahına salma deyir. Bil ki, onlar fitnəyə, küfr və nifaq fitnəsinə düşüblər. Şübhəsiz, cəhənnəm kafirləri əhatə etmişdir.
Dünyada cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaatsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə. Əgər sənə bir yaxşılıq, qələbə və qənimət yetişsə, bu onları narahat edər. Və əgər bir müsibət, məğlubiyyət yaxud bir ziyan yetişsə, biz işimizin ehtiyatını qabaqcadan götürmüşük deyər və şad halda öz yerlərinə qaydarlar. De, bizə Allahın lövh-i məhfuzda bizim üçün yazdığından və qərarı aldığından zəfər, məğlubiyyət və s. başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər. De, yoxsa bizim üçün iki gözəl xislətdən döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan başqa bir şey gözləyirsiniz. Biz də sizin barənizdə Allahın sizə öz tərəfindən ya bizim əlimizlə əzab yetirməsini, küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik. De, istədiyiniz kimi, istər rəğbətlə, istərsə də ikrahla xərcləyin. Sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz. Onların sədəqələrinin qəbul olunmasına, Allaha və onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər. Odur ki, onların malları və övladlarının çoxluğu səni təəccübləndirməsin. Həqiqətən Allah onların mal və övladlarının əldə edilməsi və qorunması vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir. Onlar həqiqətən də sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki onlar sizdən deyildirlər, əksinə, nifaqlarının faş olmasından qorxan bir dəstədilər. Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz tələsik ora üst tutardılar ki, müsəlmanlardan uzaq olsunlar. Onların bəzisi sədəqələrin bölünməsi barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə, razı qalar və əgər verilməsə, hətta haqları olmasa belə, qəfildən qəzəblənərlər. Əgər onlar Allahın və onun Peyğəmbərinin sədəqələrdən onlara verdikləri ilə razılaşıb, bizə Allah kifayətdir, tezliklə Allah və onun Peyğəmbəri bizə öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meyilli desəydilər, onlar üçün daha yaxşı olardı. Həqiqətən sədəqələr, malların və canların zəkatı 8 yerə sərf olunmalıdır. Yəni yoxsulların, miskinlərin, daha yoxsul olanların, onun toplanması, qorunması və paylanılması icraçılarının, kafirlərdən yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların azad olunmasının, borcluların borclarının ödənilməsinin, Allah yolundakı xərclərin, xeyri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın və yolda, İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda qalanlarındır. Bu hökm Allah tərəfindən qəti bir vacibdir, Allah bilən və hikmətlidir. Onların bəziləri Peyğəmbəri incidir və o başdan başa qulaqdır.
hər bir kəsin sözünü qəbul edir deyirlər. De, o sizin üçün yaxşı bir qulaqdır. Bütün danışıqlarında Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir. Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır. Onlar sizi razı salmaq üçün sizə öz xoşa gəlməz işləri barədə Allahı and içirlər. Halbuki əgər mömin olsaydılar, Allahı və onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı. Məyər Allahla və onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq. Münafiqlər istehza məqsədi ilə özlərini, onların barəsində qəlblərində olanı, küfrü və İslam hökumətini devirmək niyyətlərini onların özlərinə və cəmaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De, bu rəftarınızla İslama istehza edin. Şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir. Əgər onlardan nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz soruşsan, biz yalnız zarafat edir və oynayırdıq deyəcəklər. De, Allaha, onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz. Daha üzr və bəhanə gətirməyin. Doğrudan da siz imanınızdan sonra kafir oldunuz. Zahiri imandan sonra küfrünüz aşkar oldu. Əgər sizdən bir dəstəni tövbələrinə görə bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar. Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər. Etiqad və əməldə bir-birləri ilə bağlıdırlar. Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini, mallarını haqq yolunda xərcləməyə bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu. Bütün dəlil sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı. Şübhəsiz, münafiqlər həmin itaətsizlərdir. Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. Siz kafir və münafiqlər sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə, onlar öz dünya paylarından bəhrələndilər. Sizdən qabaqçılar öz paylarından bəhrələndikləri kimi, siz də öz payınızdan bəhrələndiniz və onlar günah və nəfsi istəklərə batdıqları kimi, siz də batdınız. Onların xeyir əməlləri dünyada və axirətdə batil və puç oldu. Dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular. Onlardır ziyana uğrayanlar. Məyər onlardan qabaqçıların, Nuhun suda batmış qövmünün, Adın, Hudun külək əsməsi ilə həlak olmuş qövmünün, Səmudun, Salihin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün, İbrahimin, ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş qövmünün, Mədiyən əshabının, Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün və alt-üst edilmiş məlum şəhərlərin,
Lut qövmünün 3 şəhərinin xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi. Lakin özlərinə zülm edən onlar özləri idilər. Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımcı və başçılarıdırlar. Bir-birlərinə ağıl və şəriət baxımından yaxşı hesab edilən iş görməyi əmr edir və ağıl və şəriət baxımından pis sayılan işdən çəkindirirlər. Namaz qılır, zəkat verir və Allah və onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və yaradılış, qanunvericilik və cəzalandırmaqda hikmətlidir. Allah mömin kişilərə və möminə qadınlara ev və ağaclarının altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər. Allah tərəfindən olan razılığı isə bütün nemətlərdən böyükdür. Budur böyük uğur və qurtuluş. Ey Peyğəmbər! Kafirlərlə vuruşmaqla və münafiqlərlə dəlil sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla cihad et və onlarla sərt davran. Onların qalacaqları yer cəhənnəmdir və ora pis dönüş yeridir. Münafiqlər Allaha and içirlər ki, Peyğəmbərin arxasınca pis söz deməyiblər. Halbuki, şübhəsiz, küfür sözü deyiblər və İslamı qəbul etdikdən sonra dönüb kafir olublar. İslamı izhar etdikdən sonra küfrü izhar ediblər. Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar, Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını qəbul etdilər. Onlar Allaha və Peyğəmbərə yalnız Allah və onun Peyğəmbərinin onları öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər. Beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər. Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır. Və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır. Onlardan Allahla, əgər o öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək, hər bir haqq sahibinin haqqını ödəyəcək və mütləq salihlərdən olacaq deyə əhd bağlamış kəslər vardır. Beləliklə, elə ki Allah öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və qəlbən dönük olaraq üz çevirdilər. Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah onunla görüşəcəkləri günə, qiyamət gününə kimi onların qəlblərinə bir nifaq saldı. Məyər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər? Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və Allah yolunda xərcləmək üçün yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları, varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları və onlara məsxərə edənləri Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır. Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə.
birdir. Əgər onlar üçün 70 dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və onun Peyğəmbərinə kafir oldular. Allah fasik dəstəni hidayət etməz. Təbuk döyüşünə aparılmayıb yerdə qoyulanlar, Allahın Peyğəmbərinin hərəkət etməsinin əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və cəmaata istidə döyüşə getməyin dedilər. De, əgər dərindən düşünürlərsə, cəhənnəm odu daha istidir. Buna görə də gərək küfr və itaatsizlikdən əldə etdiklərinin cəzası olaraq həyatları boyu az gülsünlər və çox ağlasınlar. Və ya buna görə də gərək küfr və itaatsizlik ilə əldə etdiklərinin cəzası olaraq həyatları boyu dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar. Odur ki, əgər Allah səni bu Təbuk müharibəsindən Mədinəyə, onlardan döyüşdən qalmış bir dəstəsinin yanına qaytarsa və onlar səndən başqa bir döyüşə çıxmaq üçün icazə istəsələr, de, əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz. İndi isə qalanlarla, qadınlar, uşaqlar və xəstələrlə birgə evdə oturun. Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və barəsində dua etmək və bağışlanma diləmək üçün qəbrinin üstündə durma. Çünki onlar Allaha və onun Peyğəmbərinə küfr etdilər və itayətsiz halda öldülər. Onların malları və övladlarının çoxluğu səni təəccübləndirməsin. Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir. Əslində Allah onlara dünya həyatında o şeyləri ələ gətirmək və qorumaq vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir. Allaha iman gətirin və onun Peyğəmbəri ilə birgə cihad edin deyə bir surə nazil olan zaman, onların, münafiqlərin, qüdrət və sərvət sahibləri səndən izn istəyər və qoy biz evdə oturanlarla birgə olaq deyərlər. Onlar yerdə qalanlarla, qadınlar, uşaqlar və xəstələrlə birgə olmağa razı oldular və qəlblərinə bədbəxtlik möhürü vurulmuşdur. Buna görə də daha səadət yolunu dərk etməzlər. Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır iki aləmin yaxşılıqlarının sahibləri və onlardır nicat tapanlar. Allah onlar üçün ev və ağaclarının altından çaylar axan cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş. Bədəvi ərəblərin üzürlüləri qeyrət üzündən sənin yanına gəldilər ki, onlara cihada getmək üçün icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, cihadı tərk etmək üçün icazə alsınlar. Allaha və onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular və cihaddan qalmaq üçün izin belə istəmədilər. Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir. Qadın və uşaqlar kimi zəiflərə, xəstələrə və xərcləməyə, yol xərci etməyə bir şey tapa bilməyən kəslərə Allah və onun Peyğəmbəri üçün söz və əməldə xeyrxahlıq edəcəkləri təqdirdə cihadı tərk etmələrinə görə
bir günah yoxdur. Onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir. Yaxşı əməl sahiblərinə qarşı onları məzəmmət etmək və cəzalandırmaq üçün heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır. Onları bir miniyə mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən sizi mindirmək üçün bir miniyim yoxdur deyəndə, cihad yolunda xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qaydan kəslərə də bir günah yoxdur. Məzəmmət yolu yalnız o kəslərə açıqdır ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də cihada getməmək üçün səndən izin istəyirlər. Onlar, qadınlar, uşaqlar və əlillərdən ibarət yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə bədbəxtlik möhürü vurub, buna görə də heç bilmirlər. Siz Təbuk döyüşündən onların yanına qaydanda, onlar döyüşə getmədiklərinə görə sizə bəhanə gətirərlər. De, heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi, gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı tezliklə Allah və onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, o sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Onların yanına qaydanda, tezliklə sizin üçün Allaha and içəcəklər ki, onları məzəmmət etmək və danlamaqdan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardılar. Məzəmmət və danlaq onlara təsir etmir. Və onların yerləri əldə etdiklərinin cəzası olaraq cəhənnəmdir. Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən Allah itaətsiz insanlardan razı olmayacaqdır. Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir. Və onlar Allahın öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdilər. Allah bilən və hikmətlidir. Bədəvi ərəblərdən xeyir yolda xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə İslam dövlətinin süqutu kimi pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun. Allah eşidən və biləndir. Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və onun Peyğəmbərinin dualarının onlara şamil edilməsi vasitəsi hesab edənlər vardır. Yaxud onlar xərclədiklərini və Peyğəmbərin onların haqqında etdiyi dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər. Bilin ki, o xərclədikləri şeylər və Peyğəmbərin duaları onların Allaha yaxınlaşma amilidir. Allah tezliklə onları öz mərhəmətinə, mərhəmətinin pənahına daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır. Allah mühacirlərin və ənsarın, Peyğəmbərin, sallallahu aleyhi və alihi və səlləmin Mədiniyə hicrətindən qabaq iman gətirənlərin ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün ev və ağaclarının altından çaylar axan cənnətlər hazırlamışdır. Və onlar orada
əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş. Sizin ətrafınızdakı, şəhərinizin ətrafında olan bədəvi ərəblərdən bir dəstə münafiqdilər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, biz onları tanıyırıq. Tezliklə onlara 2 dəfə əzab verəcəyik. Dünya əzabı, ölüm və bərzəx əzabı. Sonra isə qiyamətdə daha böyük əzaba tərəf döndəriləcəklər. Onlardan digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən Allah çox bağışlayan və mehribandır. Ey ümmətin işlərinin sahibi! Onların mallarından zəkat al ki, bununla onların can və mallarını təmizləyir və paklaşdırır və artırırsan. Və onlara dua et və salam göndər ki, həqiqətən sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir. Məyər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri zahirdə Peyğəmbərin yaxud haqq sahibinin almasına baxmayaraq, əslində onun özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır. Və de, istədiyinizi edin ki, tezliklə əməlinizi Allah, onun Peyğəmbəri və möminlər, əməllərinizin dünyadakı şahidləri görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, o sizi dünyada etdiklərinizdən xəbərdar edəcəkdir. Və digər bir dəstə, küfr əhlinin zəif hala salınmışlarıdır ki, işləri Allahın əmrinə qalmışdır. Onlara ya əzab verəcək, əgər küfürlərində israrlı olsalar, ya da əgər imana yönəlsələr, nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir. Və həmçinin münafiqlərdən müsəlmanlara zərər, küfrü gücləndirmək, möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsin gəlməsini gözləmək üçün bir məscid seçən kəslər vardır. Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri Zirar məscidi nəzərdə tutulur. Bu onlar mütləq and içəcəklər ki, bizim xeyir işdən başqa niyyətimiz olmayıb. Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir. Orada, həmin məsciddə əsla namaza durma. Şübhəsiz, bünövrəsi ilk gündən təqva üzərində qurulmuş məscid, Quba məscidi, Mədinə məscidi və digərləri sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir. Belə isə, öz dininin təməlini ilahi təqva və onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın cəhənnəm oduna yuvarlandıracağı şəxs. Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şək və güman əsasındadır. Bu onun sonu cəhənnəmdir. Və Allah zalimların dəstəsini bütün dəlil sübutlar təqdim edildikdən sonra düz yola yönəltməz. Küfür və nifaq üzündən tikdikləri o bina, hətta dağılsa belə, həmişə onlar ölməyincə və ürəkləri parça-parça olmayınca, onların qəlblərində bir şək və tərəddüd
və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir. Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onları olması bahasına alıb. Bu malın verilmək tərzi belədir ki, onlar Allah yolunda vuruşurlar. Beləliklə öldürürlər və öldürülürlər və öz mallarından Allah yolunda xərcləyirlər. Bu alver onun öhdəsində olan, onun əzəli elmindən başqa həm də lövh-i məhvuzda qeyd olunmuş və alver sənədi kimi Tövrat, İncil və Quranda yazılmış haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır? Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş. Bu möminlər, həmin tövbə edənlər, ibadət edənlər, həmdü sənə deyənlər, oruç tutanlar, cihad və din elmi kəsb etmək üçün səfər edənlər, rükû edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın dininin əsas və qollarının sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver. Peyğəmbərə və iman gətirənlərə, müşriklərin cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra, onlar üçün hətta qohumlarından olsalar belə, bağışlanma istəmək yaraşmaz və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz. İbrahimin atası, əmisi Azər üçün bağışlanmaq istəməsi, istiğfar etməsi, yalnız ona verdiyi vədə, onun üçün istiğfar edəcəyinə vəd etməsinə görə idi. Buna görə də, elə ki onun küfürdə israrlı olmasından, ya küfr halında ölməsindən ona, İbrahimə, onun əmisinin Allahın düşməni olması aydın oldu, ondan uzaqlaşdı. Çünki əf diləmək Allahla düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür. Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, Allah dərgahına ürəkdən çox ah çəkən və həlim idi. Allaha bir dəstəni dinin əsaslarına hidayət etdikdən sonra, digər hökmlərdə qorxmalı olduqları şeyi, vacib və haramları onlara aydınlaşdırmadan, açıqlamadan nadanlıqda buraxmaq və ya müxalifət etdiklərinə görə cəzalandırmaq yaraşmaz. Və bu, lütf qanunu və ağıl ilə uyğun gəlmir. Həqiqətən Allah hər bir şeyi biləndir. Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımcı yoxdur. Əlbəttə Allah Peyğəmbərə və çətinlik zamanı Təbuk müharibəsi səfərində ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq deyə Peyğəmbərin əmrinə dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır. Və həmçinin Təbuk qoşunu ilə aparılmayıb yerdə qoyulan və Peyğəmbərin sallallahu əleyhi və alihi və səlləmin əmri ilə cəmaatın əlaqələrini kəsdiyi o 3 nəfərə rəhm etdi. Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı
ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan qaçmaq üçün onun özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah öz rəhməti ilə onlara üst tutdu ki, tövbə etsinlər və ona tərəf qayıtsınlar. Həqiqətən Allah özü tövbələri çox qəbul edən və mehribandır. Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla birgə olun ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum əhl-i beytidir. Mədinə əhlinə və onun ətrafındakı bədəvi ərəblərə cihad zamanında Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya səfər zamanı və döyüş təhlükələri vaxtı özləri ilə məşğul olaraq ondan üç çevirmələri yaraşmaz və bu şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir. Bu ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin onları öldürmək və əsir etməyin mükafatı olaraq onlar üçün bir salih əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz və çəkdikləri hər bir kiçik və böyük xərc və cihad səfərində qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin. Möminlərə hamılıqla döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada köç etmələri yaraşmaz və bu caiz və mümkün də deyildir. Buna görə də nə üçün onların hər bir cəmiyyətindən kiçik bir dəstə, əskərlər təcrübi tövhüdə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar batində və əməldə çəkindilər. Ey iman gətirənlər! Əvvəlcə məsləhətə və qayda qanunlara uyğun olaraq, kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və əməlinizdə sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır. Bir surə nazil olan zaman onlardan, münafiqlərdən bəzisi istehza ilə deyərlər, bu surə sizdən hansınızın imanını artırdı? De, iman gətirənlərə gəlincə onların imanını artırdı və onlar yeni səmavi töhfə aldıqlarına görə sevinirlər. Qəlblərində şirk, küfr və nifaq xəstəliyi olanlara gəldikdə isə onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir olduqları halda öldülər. Məyər hər il müharibə və ya digər hadisələrlə bir-iki dəfə imtihan olunduqlarını görmürlər? Amma bununla belə nə tövbə edirlər və nə də ibrət alırlar. Və bir surə nazil olan zaman narahat olduqlarına və rəngləri dəyişdiyinə görə onların bəzisi bəzisinə baxar və sanki bir-birlərindən soruşarlar ki, sizi kimsə görürmü? Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq. Sonra gizlincə sənin yanından qaydarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini haqdan döndərdi. Həqiqətən sizə mələklərdən və cinlərdən deyil, özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır.
O sizin iman gətirməyinizi və kamala çatmağınızı çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Beləliklə, əgər haqqı qəbul etməkdən üz döndərsələr, de, mənə Allah kifayətdir. O Allah ki, ondan başqa bir məbud yoxdur. Ona təvəkkül etdim və o, böyük ərşin Rəbbidir.